eska ilə üzbəüz olan o köhnə tut ağacı. Görürsünüz? Tutun yavaş-yavaş değmə vaxtı başlayır. Deyirəm, mənim yadımdadır o vaxtlar. Biz gələrdik fasilədə bura, tut yeməyə. Şirin tutdan yerdik, sonra da qalxardıq yuxarı. Yuxarı botanikaya. İndi ora nəbatət bağı deyirlər. Hələ o vaxtda nəbatət bağı idi, amma bu tərəfə bir də biz belə sadə bir ad qoymuşduq, Roşya. Gedirdik bax ora. Onu da deyim sizə ki, hələ o nəbatət bağının inzibati binasının düz arxasında 2 dənə alça ağacı var. Gedərdik o alçalardan qırardıq, yərdik. Əvvəlcən gəlib bu şirin tutdan yerdik. Sonra gedərdik yuxarı alça yeməyə. İndiki uşaqlar heç onu başa düşməz, getməzlər heç. Heç onların heç vecdə də deyil. Baxıram hələ tut necə düşür, hələ yerdə də qalır. Sonra hələ mənim yadımdadır, həmin nəbatət bağında ilan tutardıq. Balcı ilanlar. Uj deyirdik biz də, uj. Həyif o günlərdən. İndi isə uşaqların marağı da tamamilə başqadır. Keçmişdə nə bizi maraqlandırırdı, indi onlara yatdı. Bu qədər qəlbdən qəlbə.